Hər kəsə salam. 24 yanvar 2026-cı il tarixində zirvə kurslarının 5-ci siniflər üçün etdiyi bilik yarışının testini izah edirəm. 46-cı testdən başlayaq. Deməli bizə verib 1, 2, 3 və biz onları uyğunlaşdırmalıyıq. 1 clothes paltar, 2 things yəni əşyalar, 3 activities yəni fəaliyyətlər. Deməli 1 paltara uyğundur jeans, 2 əşya uyğundur bike yəni velosiped, 3 activities fəaliyyətlərə uyğundur sport. 1 jeans, 2 bike, 3 sport. Yəni 46-da cavab C variantı. 47-yə baxıram, altından xətt çəkilmiş sözü əvəzliklə əvəz edirik və düzgününü tapırıq. Bike is my favorite thing. Velosiped sürmək mənim favori bir şeyimdir, yəni favori şeyimdir. Bike nədir? Velosiped sürmək. Cansız olduğu üçün biz bunu it kimi götürürük. It is my favorite thing. O mənim favori şeyimdir. 48-dən davam edirəm. She qadın cinsində o deməkdir. Xəbəri is olur. Where is she from? O haradandır? Cavab verirəm. She is from France. O Fransadadır. Fransadandır. 48-də cavab C. 49-dan davam edirəm. Murad many toys. Çoxlu oyuncaqları. Muradın çoxlu oyuncaqları var. Has got. Have got dərsidir və yaxud da ki has have dərsidir. Yəni var vardır. Murad hidi, hidə, şidə, itdə bilirik ki has olur, has got olur. Burada da cavab olacaq Y variantı. Niyə o bir variantlar düzgün deyil? A variantında have ayda, vidə, yuda, zeydə olur. B variantında Murad does notdan sonra have yazmalıydı, səhvdir. D variantı has not olmaz, has not got olmalıydı. C variantında isə don't have yox, does not have olmalıydı. Ona görə 49-da düzgün cavab olur, Y variantı. 50-ci testdən davam edirəm. Who are they? Onlar kimdir? They are my students. Onlar mənim tələbələrimdir. 1C. 2. Is she your sister? O sənin bacındır. No, she is not. Xeyr, elə deyil. 2B. 3. Are you happy? Sən xoşbəxtsən? Yes, I am. Bəli, eləyəm. 1C, 2B, 3A. 50-də cavab olacaq A variantı. 51-ci testə baxıram. Adjective sözü sifət deməkdir. Sifət olan düzgün cümləni seçək. Düzgün cərgəni seçək. A variantı bedroom, bathroom, kitchen. Deməli yataq otağı, hamam otağı, yəni hamam, kitchen, mətbəx hamısı evin hissəsidir. B variantı sofa, divan, bed, çarpayı, table, stol hamısı isimdir. C variantı nice, qəşəng, old, yaşlı, small, balaca. Bəli, sifət olan cərgə elə C variantıdır. Digər variantlara baxaq. D variantında table, stol, yard, həyət, cat, pişik hamısı isimdir. Y variantı chair, stool, living room, qonaq otağı, home, ev hamısı isimdir. Bizdən sifət olan cərgəni istəyir. Sifət olan cərgə də eləyir C variantı. 51-də düzgün cavab C. 52-yə baxıram. Choose the correct variant. Düzgün variantı seçin. Deməli bedroom, bedroom bir yataq otağıdır. Bir yataq otağından there yox, there is olmalıydı. There is a bedroom. 2-yə baxıram. People adamlar deməkdir. There is yox, there olmalıydı B variantında. Çünki people adamlar deməkdir. Adamlardan is yox, ar olur. C variantına baxıram. Two beds. 2 yataq, 2 kravat. 2 kravat sözündən is yox, ar olmalıydı. C variantında. D variantına baxıram. A bike, bir velosiped. Bir velosipeddən ar yox, is olmalıydı. Y variantına baxıram. There is a bathroom. At the home, bir dənə vanna otağı və xəbəri iz verib. Bəli, 52-də cavab Y olacaq. Növbəti videomda növbəti hissənin izahı olacaq. İzləmədə qalın. Hələlik. 24 yanvar 2026-cı il tarixində zirvə kursunun 5-ci siniflər üçün elədiyi bilik yarışının testini izah edirəm. 53-cü testdən davam edirəm. Əgər videonun əvvəlinə baxmamısınızsa, kanalıma daxil olun. Short hissədə 46-dan 52 daxil olmaqla olan test izahı var. 53-dən davam edirəm. Düzgün variantı seçin. Miray have two sisters. Miray she'dir. She'dən də have yox, has olur. A variantı səhv. B-yə baxıram. My friend has a big family. Mənim dostumun böyük ailəsi var. Bəli, düzdür. C-yə baxıram. They has. They-dən have olur, has olmur, səhvdir. D variantı. My parents. Mənim valideynlərim. Mənim valideynlərimlə have olmalıydı. Y variantı. We has yox, we have olmalıydı. Yenidən yadımıza salaq. Hidə, şidə, itdə has olur, qalanlarında have olur. 53-də düzgün cavab B. 54-də baxıram. Vardır 7 üzvü bu ailədə. Bu ailədə 7 üzv var. 7 members. Görürük cəmdədir. Cəmdədirsə nə olacaq? They are.
There are 7 members in this family. Bu ailənin 7 üzvü var. 54-də düzgün cavab D variantı. 55-ə baxıram. Deməli, A variantı Z-dən has olmur, səhvdir. B variantı Z-dən does not yox, don't have olmalıydı. B variantı səhvdir. C variantına does notdan sonra Z-dən ümumiyyətlə does not olmaz. Does notdan sonra has da olmalıdır, have olmalıdır. Ona görə C variantı da səhvdir. D variantına baxıram. Have not yox, don't have olmalıydı. Y variantı düzgün cavabdır. 55-də cavab D variantı deyil, Y variantıdır. Yenidən deyirəm. Mən kanalımda da paylaşmışam. Have got, has got-la have has-in yeganə fərqi var. Have got, has got-un sualı inkarı özü ilə düzəlir. Have not got, has not got. Amma eləcə have has varsa, baxın bu testdə got yoxdur. Sadəcə have has var. Sadəcə have has varsa, bu zaman sualı inkarı don't-dan, does not-dan düzəlir. Ona görə 55-də düzgün cavab elir Y. 56-ya baxıram, düzgün cavabı seçin. Do you have a sister? Sənin bacın var, birinci düzdür. 2-yə baxıram. Does he have a brother? Does he have a brother? Onun qardaşı var. Bəli, does he have a brother? 2-də düzdür, 1 düzdür, 2 düzdür. 3-ə baxıram. Does he has? Does he have olmalıydı. 3 səhvdir. 4-də də Z-dən does olmur, do olur. Do they have olmalıydı. 1, 2 düzgün cavabdır. Yəni 56-da cavab eləyir C variantı. Have has dərsidir. Demişik də hidə, şidə, itdə has olur. Qalanlarında have olur. Ona görə də birinci testdə, 56-cı testdə düzgün cavab 1 və 2-dir. 57-yə baxıram. Əvəzlikləri uyğunlaşdırırıq. 1. We, biz. A və bizim. 1B. 2. You, sən. Siz. Your, sənin, sizin. 2A. 3-ə baxıram. They, onlar. Their, onların. 3C. 1B, 2A, 3C. Düzgün cavab A variantı. 58-ci testə baxıram. We are from France. Biz Fransadanıq. Bizim milliyyətimiz fransızdır. Our nationality is French. We, biz, A və bizim. Düzdür. 58-ci testə cavab olacaq C. 59-a baxıram. Ən asan testi, mən bu testi 1-ci siniflərimin, 2-ci siniflərimin sınaqlarına salıram. What is your name? Sənin adın nədir? Your. 60-cı suala baxıram. Is your friend from Brazil? Sənin dostun Braziliyadandır. Cavab yazmalıyam. Yes, she is. Ya da yes, he is. Çünki bilmirik dost oğlandırmı, qızdırmı. Ya da no, she is not. No, he is not. Cavablara baxaq. A variantında she-dən are yazıb olmaz. B variantında she are not yazıb olmaz. C bəndində you-dan is yazıb olmaz. D bəndi no, she is not from Brazil düzgündür. Y bəndində no, they are from Brazil. Baxın. Deyirəm, sənin dostun Braziliyadandır. Y variantında yazıb ki, yox, onlar Braziliyadandır. Əgər cavab veririksə, hə, onlar Braziliyadandır, təsdiq cümlə olur. Əgər no yazıbsa, biz inkar cümlə axtarmalıyıq. Yəni, D variantında görürsünüz, no yazıb və dalına da inkar yazıb. She isn't from Brazil. Ona görə 60-cı testdə də cavab olacaq D variantı. Bugünkü video izahım bu qədər. Suallarınız varsa, yorumlara yazmağa çəkinməyin. Əziyyətimin qarşılığı olaraq kanalıma abunə olmağı, like atmağı və başqalarıyla bölüşməyi unutmayın. Hər gün, hər sınaq çıxan kimi ilk sınaq izahını bütün YouTube kanalında birinci mən paylaşıram. Ona görə də izləmədə qalın və testlərinizi ən qısa zamanda yoxlayın. Sağ olun, hələlik.